27 iyun Las Vegas'ta Unikum Vasiliy Lomachenko fiyaskodan sonra Yaponiyalı samuray Masayoshi Nakatani ilə ringə döndü. Lopez'la döyüşün nəticəsinin təsadüf olduğunu sübut etmək niyyətində idi. İlk raunddan Ukraynalı fenomen aqressiv stil seçərək Nakatanini bir neçə tutarlı zərbə ilə silkələdi. Lomachenko məsafəni qısaldaraq çox saylı kombinasiyalarla Yaponiyalını ateşə tuturdu. 5-ci raundda da rəqibini knockdowna salır və bu andan etibarən döyüş tək qapıya olur. Yaponiyalı samuray dirəşməyə çalışırdı, amma Lomanın sürəti, cəldliyi və ən əsası döyüş IQ-su başqa səviyyədə idi. 9-cu raundda da bir sıra ağır zərbədən sonra Nakatanini növbəti dəfə knockdowna salır. Referi döyüşü saxlayır və Vasiliy Lomachenko 9-cu raundda texnik nokautla inamlı qələbə qazanır.